Təşəkkür edirəm, hörmətli sədr, əziz həmkarlar. İcazənizlə əvvəlcə 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanımlarımızı təbrik etmək istəyirəm. Azərbaycan tarixən qadının öz potensialını realizə edə bildiyi az saylı coğrafiyalardandır. Xüsusən Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində dövlət qadın siyasətində inqilabi mərhələ başlamış, Prezident İlham Əliyev isə siyasi kursu ləyaqətlə davam etdirməklə yanaşı, zəfərimizlə AXC Müsavat iqtidarının hərbi girova, məcburi köçkünə, çadır zilləti yaşayan sakinə, məğlub əskərin utanç yaşayan anasına çevirdiyi Azərbaycan qadınından qalib ölkənin məğlub xanımı obrazını formalaşdıra bilib. Eyni zamanda bugün Mehriban xanım Əliyevanın simasında həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzu tarixin heç bir dövründə olmadığı qədər yüksəklərə qalxıb. Bu əziz gündə başda Mehriban xanım Əliyev olmaqla ölkəmizdə hər bir qadını, o cümlədən hörmətli sədr, siz başda olmaqla parlamentimizin hər bir xanım fərdini, eyni zamanda qonaqlarımızı Səbinə xanım başda olmaqla özü Ombudsman İnstitutunun xanım əməkdaşlarını, ən əsası isə təmsil etdiyim Biləsuvarda şəhid anaları başda olmaqla xanım seçicilərimizi təbrik edir, ən xoş arzularımızı çatdırırıq.